Xankəndidə ev almaq istəyənlərin nəzərinə bu xəbər məhz sizin üçündür. Bir açıqlamamız olacaq. Bugün 14 noyabr tarixidir. Belə ki, Xankəndidə mənzillər satışa çıxarılacaq. Bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. O bildirib ki, Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayış binaların tikintisinə start verilib və şəhərdə, eləcə də ətraf yaşayış məntəqələrində geniş miqyaslı tikinti və bərpa işləri sürətlə davam etdirilir. Regionda sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb və infrastruktur layihələri iş adamlarının bu ərazilərə marağını daha da artırıb. Onun sözlərinə görə şəhərdə sahibkarlar tərəfindən hündür mərtəbəli çoxmənzilli yaşayış binaların tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılmış olacaq. Və Elçin Yusubov həmçinin bildirib ki, artıq Xankəndidə mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub. Xüsusi nümayəndənin sözlərinə görə mənzillərin satışı həm nəqd şəkildə, həm də kreditlə mümkün olacaq.